Dövlət Akademik Milli Dram Teatrı bu dəfə gənc istedadların sənət yolunu əks etdirən Xəyaldan Səhnəyə adlı konsert proqramına ev sahibliyi etdi. Tədbirdə xəyalın zəhmət, istedad və peşəkar müəllim dəstəyi ilə reallığa çevrilməsi mövzusu ön plana çəkildi. Mütəmadi olaraq Sənət Mərkəzinin uğurlu konsertləri keçirilir və biz də hər zaman tələbələrimizlə, istedadlı şagirdlərimizlə tamaşaçılar qarşısında çıxışlar edirik. Bu konsertdə mənim də şagirdim, çox istedadlı Mikayıl Səmədov tarda Tofiq Quliyevin Neftçi mahnısını ifadə edəcək. Bu artıq bizim məktəbdən kənar ikinci böyük bir konsertimizdir və bu bizim üçün çox böyük bir təşəbbüsdür ki, uşaqlar artıq daha böyük səhnələrdə çıxış alırlar. Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə azyaşlı iştirakçılar incəsənətin müxtəlif növləri üzrə çıxış edərək bacarıqlarını nümayiş etdirdilər. Mənim hər zamanki arzum idi ki, skripkada çoxlu mahnılar ifa edim və birinci eşitmişəm Fairy Tale Alexandra Bach mahnısı. Ürəyim getdi o mahnıya üçün. Səhnədə nümayiş olunan Cənnətim Qarabağ rəqsi, 7 gözəl baletindən vals və digər rəqs və balet kompozisiyaları da proqrama xüsusi rəng qatdı. Daim səhnəyə milli rəqsdən çıxanda uşaqlar milli rəqsə bağlılığı daha da artır və bizim yetirmələrimiz bütün xalq festivallarında, bütün dünya xalq festivallarına gedəndə həmişə biz milli rəqslərimizi nümayiş elətdiririk və sonda da, ilin sonunda da belə gözəl tədbirlərdə bir il ərzində göstərdiyimiz bütün də rəqslərimizi hamısını nümayiş etdiririk. Gənc istedadların yaradıcılıq inkişafını əks etdirən konsert onların gələcəyə açılan sənət yoluna bir daha işıq saldı. Arzu Yusif, Kəmran İsayev, Azər Məcidov, Mədəniyyət xəbərləri.